Qoy elm verilən kəslər bu kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər. Kafir olanlar isə o saat qəflətən onların başlarının üstünü alana dək, yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənə dək, Qur'an barəsində şəkk-i şübhə içində qalarlar. O gün hökm yalnız Allahındır. Allah onların arasında hökm verəcəkdir. İman gətirib yaxşı işlər görənlər nəyin bağlarında olacaqlar?